Əziz traktorçular, o cür ki bilirsiniz, traktorla Piruzi ilə oyunu ki qərar edəcəm həsfidə cümə günü Aban ayının 30-unda Təbrizdə bərgüzar olur. Hala çox keş o qolsudan çəkiş bərkişdən sonra ki Komitə İnzibati əvvəl bizi məhrum eləmişdi. Sonra bir daha hökm verdi ki iştibah olub və düzü də o idi. Mən o qabaqki videoları izlədim ki onda çox böyük ithaf olurdu. Çünki cami həsfi tək oyundur. Və biz eləyəməyəcəkdik ki, onun bərgəştini oynayaq və mütəqabilən hərif də məhrum olsun. Ona xatir qeytərdilər xoşbəxtانه bu ləhzə ki, bu videoyu biz zəbt edirik və biz eləyə biləcəyik ki, hər hansı günkü oyun bərgüzar olsa, bütün oyun təviqə düşdü. Və xatir bu ki, Tim Millinin oyunu cəhdi finala və seçənbə günü oyun olacaq və hər iki timin də milli puş oyuncusu olmağına görə dərxast verdilər və federasyon da məcburən qəbul elədi və məlumdur hansı günə ki, bəli feilən 30 Aban ki, cami həsfinin oyunu ancaq tapılacaq. Təbrizdə o oyun bərgüzar olmayacaq və bütün 2-3 gün sonrası tim gedəcək traktor timi Nesef qarşının meydana, Özbəkistana və orada bir həssas oyun bərgüzar olacaq və gərək və yerli idi ki, bu iş görüləydi və oyun təviqə salaydı ki, ehtimalən nimfəsindən sonra, nimfəsinin tətilatında bu oyun bərgüzar olar. Hala müvafiqlər, müxaliflər də ola bilərdi ki, bir adam dedi ki, elə indi bərgüzar olaydı və bir adam da söyünlü ki, tüm fasilə oyunlar razı və ehtimali məsdumiyyət ya yorğunluq var Asiya oyunlarına görə. Ona xatir yaxşı oldu ki, bu oyun təviqə düşdü və biz fürsətimiz olacaq ki, istirahatla, təmrinlə gedək Nesef qarşı ilə oyununa.